Qəza görüntülərini ekrana gətirmədiyimiz gün yoxdur, təəssüflər olsun ki, bu dəfə Yasamal rayonu Bakı kənar dairəvi yolunda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib. Qəza səbəbindən Biləcəri dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.